Axşamınız xeyir olsun əziz xanımlar. Hər birinizi salamlayıram. İndi isə mən sizə qiymətləndirmə haqqında danışacağam. Deməli, qiymətləndirmə haqqında ümumi məlumatdan danışacağam. Əsas növləri milli, beynəlxalq, məktəb daxili qiymətləndirmə və onun prinsipləri haqqında danışacağam. Deməli, ilk öncə ənənəvi qiymətləndirmənin müasir qiymətləndirmənin fərqini aydınlaşdıraq. Deməli, ənənəvi qiymətləndirmədə şagirdlərə biz yalnız qiymət yazırdıq. Onlara ancaq rəqəmli, indi isə rəqəmli ballı qiymətlərinə veririk. Bu da kəmiyyət qiymətləndirməsidir. Baxın, amma müasir qiymətləndirmənin ənənəvi qiymətləndirmədən elə əsas fərqlərindən biri odur ki, biz artıq rəqəmli ballıq qiymətləndirmə deyil, məsəl üçün, keyfiyyət qiymətləndirməsinə daha çox üstünlük veririk. Ona görə də belə deyək ki, biz şagirdlərdə təfəkkürün inkişafına, sərbəst düşüncənin inkişafına yönəlmiş prosesləri daha çox diqqət ayırırıq. Buna görə də deməli qiymətləndirmə nə zaman keyfiyyətli olur? Nə zaman effektiv olur? Şagirdlərə əgər düzgün istiqamət verilirsə, şagirdin o müəyyən o standartlar, bacarıqlar, yəni o şagirdlərdə o bacarıqlar formalaşırsa, şagirdin inkişafı davamlı olaraq izlənilirsə, davamlı olaraq nailiyyəti ortaya çıxarırsa, yəni qiymətləndirmənin təhlili düzgündürsə, bu zaman əlbəttə ki, bu işdən doğru düzgün biz effektiv qiymətləndirmədən danışa bilərik. Və burada təhsil alanın qiymətləndirməsi, təhsil verənin qiymətləndirməsindən danışırıq. Ümumiyyətlə, təhsilimizin qiymətləndirilməsi ön plandadır. Və hansı qiymətləndirmədən biz nəyi qiymətləndiririk? Bu məsələlərə toxunacağıq. Deməli, ona görə də rəqəmli qiymətləndirmədə yalnız şagirdə qiymət yazmaq nəzərdə tutulurdu. Amma müasir qiymətləndirmədə, yəni ənənəvi qiymətləndirmənin müasirinə baxırıq. Yəni, baxın, burada gündəlik qiymətləndirmə məktəbli kitablarına qiymət yazırdılar. Bəzən buna deyirlər ki, valideynlər əl çəkmir, deyir ki, siz indi yazmırıq da, deyir, hara yazırsınız, nə edirsiniz? Və bu zaman müəllim özünüz üçün problem yaranır. Əgər biz şagirdə rəqəmli ballı qiymətləndirmə aparırıqsa gündəlikdə, məsəl üçün, əlbəttə ki, bu zaman bir dəqiqə dəstəyəm mən. Deməli, KSG-lərdə aşağı qiymət yazırıqsa, onda bir dəqiqə. Yəni, bu müəllimdə problem yaradır. Ona görə ki, məsəl üçün, əvvəl biz qiymət yazırdıq, 5-dir, 3-dür, 4-dür, amma indi gündəliklərdə qiymət yazmağa qoymurlar. Məsəl üçün, qiymət orada balla olur. Məsəl üçün, ola bilir ki, KSG qiymətləri yazır. Yəni, əvvəlki gündəliklərlə indiki gündəliklər dəyişilikdir. Ona görə də baxın, müasir qiymətləndirmədən valideynləri xəbərdar etmək lazımdır. Yəni, valideynlər iclaslarına təlimatlandırmaq lazımdır. Artıq valideynlərin çoxu bilir, çoxu bilmir. Yəni, bilməyənləri demək lazımdır. Bəzən müəllimlər bəzi yerdə bu qiymət yazmaqdan istifadə edir. Çünki valideyn narazı qalır deyə. Artıq valideyn iclaslarında başa sala-sala onları təlimatlandıra, maarifləndirə, onları öyrətmək lazımdır. Valideynlərin çoxu bunu bilməlidir ki, yəni biz ona ölçü kimi baxmayacağıq. Gündəlik, burada məsəl üçün qiymət yazmaq kimi deyil, şagirdin o hansı ki keyfiyyət səviyyəsinə malik olduğu, şagirdlərdə o hansı qiymətləndirmə istiqamət verəcəyi, hansı qiymətləndirmə izləyəcək, yəni hansı qiymətləndirmə nailiyyəti ortaya çıxaracaq və bunlar məhz qiymətləndirmədə əsas məsələlərdən biridir. Deməli, Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları sənədində də bu öz əksini tapır ki, qiymətləndirmə necə aparılmalıdır, necə müəyyənləşdirilməlidir. Deməli, ona görə də biz qiymətləndirmədə hansı qiymətləndirmələrə baxacağıq, yəni hansı qiymətləndirmələr var. Deməli, beynəlxalq qiymətləndirmə, deməli, şagird nailiyyətinin qiymətləndirilməsi, ilk öncə şagird nailiyyətinin qiymətləndirilməsi atestasiya adlanır artıq. Yəni, bu da məktəb daxili qiymətləndirmə nəzərdə tutulur. Diaqnostik, formativ və summativ qiymətləndirmə və burada artıq atestasiya deyəndə
Yəni sırf məktəb daxili qiymətləndirmədən söhbət gedir. Yəni məktəb daxili qiymətləndirmənin özünün növləri var, onlardan da toxunacağıq. Yəni bu şagird nailiyyətinin qiymətləndirilməsi attestasiya adlanır və bu da məktəb daxili qiymətləndirmə nəzərdə tutulur. Deməli burada diaqnostik, formativ və summativ qiymətləndirmənin aparılması tənzimlənir. Deməli, diaqnostik qiymətləndirmədə şagirdin ilkin səviyyəsi ortaya çıxır, yəni ilkin bilik bacarıqları ortaya çıxır və diaqnostik qiymətləndirməyə ayrıca toxunacağıq. Formativ qiymətləndirmədə şagird nailiyyəti izlənilir, davamlı olaraq, mütəmadi olaraq dərs ili boyunca aparılan bir qiymətləndirmədir və şagirdə gündəlik olaraq onun deməli vəziyyəti haqqında məlumat verilir, yəni rəy verilir. Bu formativ qiymətləndirmədə öz əksini tapır. Summativ qiymətləndirmə artıq rəqəmli, ballı qiymətləndirmədir. Məktəb daxili qiymətləndirmənin yeganə rəqəmli ballı qiymətləndirilməsi məhz summativ qiymətləndirmədir ki, şagird nailiyyətini ölçür. Yəni burada ölçmə sözü var. Fərqli olaraq deməli, diaqnostikdə ilkin açar sözü, formativdə izləmə açar sözü, mütəmadi, summativdə isə ölçmə açar sözü. Bunları birazdan geniş şəkildə danışacağıq. Deməli, ona görə də bir də var ki, əzizlərim, yekun attestasiya. Yekun attestasiya isə buraxılış siniflərində aparılan attestasiya nəzərdə tutulur. Yəni 9-11-ci siniflərdə olan yekun attestasiya qiymətləndirməsi nəzərdə tutulur. Deməli, ona yekun attestasiya deyilir və milli qiymətləndirmə müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzrə aparılan qiymətləndirmədir ki, bu Təhsil Nazirliyi tərəfindən, agentlik tərəfindən aparılan qiymətləndirmədir. Deməli, müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzərində aparılan qiymətləndirmə, yəni keyfiyyət üzərində çıxarmaq məqsədi ilə aparılan qiymətləndirmədir. Beynəlxalq qiymətləndirmə isə şagirdin təlim göstəricilərinin ümumi təhsilin mövcud vəziyyəti barədə təsəvvür əldə etməkdir və Azərbaycan təhsilinin dünya təhsili ilə əlaqələndirmək, Azərbaycan təhsili ilə dünya təhsilini müqayisə etmək, Azərbaycan təhsilinin dünya təhsilinə inteqrasiyasını müəyyənləşdirməkdir. Yəni beynəlxalq səviyyədə, yəni deməli, əzizlərim, dedik ki, attestasiya nədir? Attestasiya məktəb daxili qiymətləndirmədir. Məktəb daxili qiymətləndirmə 3 yerə ayrıldı. Diaqnostik, formativ, summativ. Bunlar haqqında dedik. Yekun attestasiya 9-11-ci siniflərdə olan qiymətləndirmədir. Yəni, yekun buraxılış siniflərdə aparılan qiymətləndirmədir. Milli qiymətləndirmə ayrı-ayrı siniflərdə müxtəlif fənlər üzrə keyfiyyət aparmaq üçün, keyfiyyəti yoxlamaq üçün Nazirlik tərəfindən aparılan qiymətləndirmədir. Beynəlxalq qiymətləndirmə Azərbaycan təhsilinin dünya təhsili ilə müqayisəsi, Azərbaycan təhsili ilə dünya təhsilinin inteqrasiyasını nəzərdə tutur və bunlara da ayrı-ayrılıqda toxunacağıq hər bir qiymətləndirməyə. Deməli, ilk öncə deyim ki, qiymətləndirmə tənqidi təfəkkürə aid olan bir prosesdir. Yəni, qiymətləndirmə şagirdin tənqidi düşüncəsini inkişaf etdirir. Yəni, bir şagirdə əgər qiymət yazırıqsa, bu deməkdir ki, biz ona tənqidi yanaşırıq. Yəni, tənqidi yanaşmaq da onun nəyi bacardığını, nəyi bacarmadığını, nəyi bilir, nəyi bilmir, səviyyəsi necədir, bir şagirdə konstruktiv rəy veririk, bir şagirdin mövcud vəziyyəti haqqında xəbərdar edirik. Bunlar isə məhz tənqidi təfəkkürə aid olan bir prosesdir. Yəni, bir şagirdə münasibət bildiririk, yəni onun vəziyyəti haqqında rəy bildiririk. Bu da məhz qiymətləndirmənin əsas xassələrindən biridir. Deməli, qiymətləndirmə tənqidi təfəkkürə aid bir prosesdir və Azərbaycan təhsilində qiymətləndirmənin müvafiq olaraq 2 prinsipi daha çox istifadə olunur. Yəni, bu prinsiplər məktəb daxili qiymətləndirmənin aparılmasında əsas şərtlərdən biridir. Bəs bunlar hansılardır? Qiymətləndirmənin uyğunluq prinsipi, növbəti isə etibarlılıq prinsipidir. Əzləm, deməli, qiymətləndirmənin uyğunluq prinsipi onun validlik prinsipidir. Yəni, onu biraz da açıqlayacağım. Deməli, qiymətləndirmənin uyğunluq prinsipi nədir? Bəzən müəllim hansısa bir qiymətləndirməni aparır, şagird qəfildən deyir, ay müəllim, axı biz bunu keçməmişik. Müəllim də necə edir? Müəllim hansısa bir rayonda, hansısa bir paytaxt məktəbində, hansısa bir bölgədə bir müəllimin hazırladığı
qiymətləndirməni artırır, amma baxmır ki, o onu keçib yoxsa keçməyib. Deməli, ona görə də qiymətləndirməni uyğunluq prinsipi məhz müəllimin o qiymətləndirməni uyğun etməsidir. Yəni keçirilən mövzuları əhatə edibmi? O mövzular əhatə olunubmu? Əsas məsələ odur. Tədris materialını əhatə edibmi? Yəni bu qiymətləndirmənin uyğunluq prinsipidir. Yəni həm keçirilən mövzuların olması, həm də keçirilən mövzuların hamısının olması. Yəni bu qiymətləndirmənin uyğunluq prinsipidir. Məsələn, tutaq ki, ingilis dili müəllimidir, şagirdlərə qiymətləndirmə eləyir. Tutaq ki, bu bu bölgə üzrə deyək ki, bölmə üzrə deyək ki, şagird 50 təzə söz keçməli idi bu bölmə üzrə. Yəni bunlara aid qiymətləndirmə hazırlayır. Amma müəllim ora hansısa elə sözlər salıb ki, o 50 sözün içərisində yoxdur. Amma o keçmədiyi sözlərdir. Deməli, burada nə olur? Uyğunluq pozulur. Və yaxud da müəllim qoşma mövzusuna keçməyib, amma qoşmadan sualı salıb. Deməli, qiymətləndirmənin uyğunluğu pozulub. Müəllim əgər kubun həcminə aid mövzu keçməyibsə, kubun həcminə və onu kubun həcminə tapmağa aid bir məsələ veribsə, qiymətləndirmənin uyğunluğu pozulub. Deməli, hansısa bir mövzuda, əgər onu keçirməyən bir mövzuya varsa, bu deməkdir ki, qiymətləndirmənin uyğunluq prinsipi pozulubdur. Yəni, biz SMART modelində deyə bilərik ki, məsəl üçün, S onun spesifik olmasıdır, məsəl üçün, aydın olması, M measurable'dır, yəni ölçülə bilən olmasıdır. Yəni, burada ölçülə bilən deyil də, ölçülə bilən olmasıdır, onun uyğunluq olması. Yəni, nəyi keçirəmsə, onu ölçməliyəm. Nəyə keçirəmsə, onu yoxlamalıyam. Baxın, həmən o SMART-dakı M hərfidir. Məhz qiymətləndirmənin uyğun olması. Nə keçirəmsə, ona aid olmalıdır və bundan əlavə keçdiyinin hamısı orada əhatə olunmalıdır. Bugün əgər mən orada əsas nitq hissələrinin hamısını keçmişəmsə və qiymətləndirmə hazırlayıramsa, orada isimdən də olmalıdır, orada sifətdən də olmalıdır, feildən də, saydan da. Axı ismə aid olan öyrənmə başqadır, təlim nəticələri. Sifətə olan başqadır, feilə başqadır. Mən ismə aid test verməklə necə bilə bilərəm ki, sifəti başa düşüb yoxsa yox? Tutaq ki, mən feilə aid verməyəcəmsə, mən nə bilim ki, feilin məna növlərinə, yəni feilə aid nələrsə mən verməliyəm. Deməli, qiymətləndirmənin uyğunluq prinsipi tək keçirilən mövzunun olması deyil, həm keçirilən mövzunun olması, həm də ki, keçirilən mövzuların hamısının orada əhatə olunmasıdır qiymətləndirmənin uyğunluq prinsipi. Baxın, imtahanlar olur, MİQ imtahanlarıdır. Məsəl üçün, MİQ imtahanında ibtidailər imtahan verəndə, məsəl üçün, ibtidaidə imtahan verəndə orada baxırsan ki, ədəd məsələləri də var, birinci məzmun xəttinə aid də var, sonra orada həndəsə məsələləri də var, baxırsan orada ehtimal da var, yəni cəbr və funksiyalara aid var. Yəni məzmun xətti hamısı əhatə olunur. Baxın, bu o deməkdir ki, uyğundur. Yəni uyğunluq prinsipi keçirilən mövzuların hamısına aiddir. Orada əhatə olunması əhatə olunub. O da təhsil alanların, təhsil verənlərin və yaxud da ki, MİQ-çilərin qiymətləndirilməsidir. İşə qəbulun qiymətləndirilməsidir. Yəni orada hansı ki, həmin fənnə aid nələrsə var, hamısı orada əhatə olunmalıdır. Hamısına orada sual tapşırıq olmalıdır. Ən azından heç olmasa bir 90%, 80% həmin fənni əhatə etməlidir. Yoxsa götürsünlər, hamısını faizdən versinlər, onda digər mövzulara toxunmayacaq. Götürsünlər, hamısını əsas nitq hissəsindən versinlər. Məsəl üçün, fonetika qalsın, fonetikadan verməsinlər. Deməli, ona görə də qiymətləndirmənin uyğunluq prinsipi tədris materiallarının tam əhatə etməsi və keçirilən mövzuların orada olmasıdır. Müəllim qiymətləndirmə keçirib, tutaq ki, tarixdən hansısa bir müharibəni keçməyib orada və müəllim onda sual salır orada. Deməli, qiymətləndirmənin uyğunluq prinsipi pozulur. Və yaxud da müəllim tutaq ki, suyun aqreqat halı mövzusunu keçməyib, amma orada ona aid sual salır. Bu da qiymətləndirmənin uyğunluq prinsipinin pozulmasıdır. Deməli, keçirilən mövzu deyil bu. Və yaxud da yenə bu, əgər dərs bölməni bitiribsə və orada tam əhatə olunmayıbsa,
qiymətləndirmənin uyğunluq prinsipi pozulacaqdır. Deməli, əzizlərim, qiymətləndirmənin etibarlılıq prinsipi var. Yəni, buna toxunmamışdan əvvəl bir də ola bilsin ki, bunu məsəl üçün sxemlərlə də verə bilərlər. Məsəl üçün, imtahanda gələr sxemlə düşə bilər. Məsəl üçün, ola bilir ki, əgər 2 dənə dairə çəkiblərsə, birinin içərisində qara nöqtələrdir, birinin içərisində qara-qırmızı nöqtələrdir. Deməli, qara-qırmızı nöqtələrin olması o deməkdir ki, yəni, məsəl üçün, deyərlər ki, bu qiymətləndirmənin hansısa prinsipinin göstəricisidir. Məsəl üçün, verər onu sxemdə. Deməli, əgər orada qırmızı nöqtə varsa, qırmızı işarəsi qadağandır işarəsidir də. Deməli, qırmızı rəng o deməkdir. Necə ki, qırmızı işıqda maşınlar dayanır, onun kimi. Deməli, yəni bu o deməkdir ki, qiymətləndirmədə uyğunluq pozulub, keçilməyən mövzular var. Bu o deməkdir, uyğunluğun pozulmasıdır. Əgər hamısı qara nöqtələrdirsə, qara nöqtələr suallardır, keçirilən mövzulardır. Orada qırmızı da varsa, bu o deməkdir ki, qiymətləndirmənin uyğunluq prinsipi pozulub. Deməli, qiymətləndirmənin etibarlılıq prinsipi etibarlı. Yəni, bunun adından da baxaq da, hansı qiymətləndirmə etibarlı olur? Məsəl üçün, biz Lalə adında şagirdimizdən gözləyirik ki, o 90 bal toplayacaq və yaxud da 95 bal toplayacaq. Biz də baxdıq ki, Lalə, elə Lalədən 95 gözləyirdim, maşallah 95-də yığdı. Bu o deməkdir ki, deməli, qiymətləndirmə etibarlıdır. Mən gözlədiyim şagirddən gözlədiyim nəticəni alıram. Lalədən gerçəkdən də onu gözləyirdim. Çünki gündəlik davamlı olaraq formativlərdə, gündəlik dərslərdə Lalə mənə elə yaxşı cavab vermişdi. Ona görə də mən ondan 95-i gözləyirdim, onu da aldım. Amma bir də var ki, gəlin baxaq, tutaq ki, məsələn, Azər adında şagirdimizdə mən gözləyirdim, uzaq daşı 50 bal toplayar, gəldi, Azər topladı 85 bal. Hə, mən deyirəm, yox, axı bu Azərin uyğun deyil, bu belə, yəni hardansa kopya çəkib bu, hardansa köçürüb və bu zaman deməli qiymətləndirmə etibarlı qiymətləndirmə deyil. Mən o qiymətləndirməni yenidən bir də eləyəcəm. Yəni, yenidən bir də eləyəcəm. Necə eləyəcəm? Yəni, mənə alternativ variantlarım var. Tutaq ki, mən A variantından istifadə etdim. Eyni B variantı da müəllimin həmişə ehtiyat alternativ variantları olmalıdır. Məsələn, orada yazmışam Bakı isimdə, burada yazmışam Şəki, Ağdam, Qarabağ. Variantların yerini dəyişim. Məsəl üçün, B-yə olanı C-yə yazım, C-yə olanı B-yə yazım və yaxud da ki, oradan məsəl üçün Qarabağdakı burada Şuşa qoyum. Orada anam dadlı pirog bişirirsə, burada yazaq ki, bacım çiçəkləri suladı, cümləni dəyişə bilərik. Yəni, ən azından, amma burada da isim tapılsın, burada da isim tapılsın. Burada da aid sifət tapaq, digərində də sifət var, ola bilər. Məzmun etibarilə eyni olsun, sadəcə olaraq variant etibarıyla, tapşırıq etibarıyla fərqli, alternativ bir B planlarımız, C planlarımız olsun və bu qiymətləndirməni bir də keçirəcək. Əgər yaxın məsafələrdə olan qiymətləndirmələr təkrar aparılanda bir də eynən həmin nəticəni göstərirsə, nə gözəl. Deməli, Azər inkişaf edib, nə qəşəng. Mən ondan 50 gözləyirdim, məni yanıltdı. İkinci dəfə bir də elədim, gördüm ki, həqiqətən bu 85 yığıb. Deməli, bu o deməkdir ki, qiymətləndirmə etibarlıdır. Amma dəfələrlə keçirilməsindən alınan qiymətləndirmə nəticələri, balları bir-birinə yaxın deyilsə, baxdım ki, bayaqdan 85 idi, indi gəldi 45 bal yığdı. Bu deməkdir ki, qiymətləndirmə etibarlı qiymətləndirmə deyil. Yəni, mən gerçəkdən də elə yüksək gözləyirdim, amma yəni az gözləyirdim. Bu 85 oldu. Deməli, etibarlı qiymətləndirmədir. Yəni, qiymətləndirmənin dəfələrlə keçirilməsindən alınan nəticələrin bir-birinə yaxın olması, bir-birinə uyğun olması etibarlı qiymətləndirmə adlanır, əzizlərim. Məsələn, mən Şəhla adında şagirdimdən baxdım ki, gəldi 93 bal yığdı, 94 bal yığdı. Hə, deyirəm, görəsən, Şəhla bunu özü yığıb. Biraz fikirləşirəm ki, düzdür ki, yəni gündəlik Şəhla yaxşılaşır, yəni cavablarında. Amma mən götürüb özümü tam rahat hiss etməyim üçün təkrar qiymətləndirmə edə bilərəm və bu zaman baxıram ki, yox, Şəhla bayaqdan 93 yığmışdı, gəldi, indi 85 yığdı. Amma yenə də 93-ə yaxındır da, yəni yanılmadım. Yəni gəlib 30-40 bal yığmadı ki,
Deməli, qiymətləndirmə etibarlı qiymətləndirmədir. Deməli, dəfələrlə keçirilməsindən alınan nəticələrin bir-birinə yaxın olması, bir-birinə uyğun olması məhz qiymətləndirmənin etibarlılıq prinsipidir. Deməli, əzizlərim, biz qiymətləndirmənin iki prinsipindən danışdıq. Qiymətləndirmə uyğunluq prinsipi, qiymətləndirmənin etibarlılıq prinsipi. Uyğunluq prinsipi təlim nəticələrini tam əhatə etməsi, keçirilən mövzuların olmasıdır. Yəni, tədris materialının hansı bölmənin qiymətləndirəcəmsə, hansı bəhsi qiymətləndirəcəmsə, onun tam əhatə olunması və yaxud da keçirilən mövzuların olması bu qiymətləndirmənin uyğunluq prinsipidir. Qiymətləndirmənin etibarlılıq prinsipi isə ayrı-ayrı vaxtlarda keçirilən qiymətləndirmələrin nəticələri bir-birinə yaxın olacaq, bir-birinə uyğun olacaq. Bu zaman etibarlı olacaq. Çünki biz əgər məsələn çox zəif şagirddən kopya çəkməklə, hansısa bir fəaliyyət ilə gəldi, oradan buradan kopyadı da, köçürdü, neynədi? Gəldi o nəticəsi yüksək oldu. Yəni, bu deməkdir ki, biz ona da götürək 5 çıxaraq, 80 plus balla, yəni çalışana da 5 verək, kopya çəkənə də 5 verək. Bu zaman əlbəttə ki, özümüzü qarantiləmək üçün tam rahat şəkildə ədalətli, şəffaf qiymətləndirmə etmək üçün təkrar qiymətləndirmə aparacağıq və bu zaman şagirdin tam nəticəsini, nailiyyətini müəyyən etmiş olacağıq. Deməli, həmin bu dediyim etibarlı qiymətləndirmə, uyğun qiymətləndirmə, yəni bunu sxematik olaraq da belə deyə bilərik ki, deməli əzizlərim, qiymətləndirmənin uyğun olması, bu o deməkdir ki, qiymətləndirmənin tam əhatə etməsidir. Yəni hər şeyi əhatə eləyəcək. Biz əgər bir diaqram götürsək, məsəl üçün bu diaqramın dairəvi bir diaqram, tam bucaq kimi, biz bunu 4 hissəyə bölsək, əgər bu qara nöqtələr, suallar 2 hissəsində var, amma 2 hissəsində yoxdur. Bu deməkdir ki, uyğun deyil. Yəni, tədris materiallarını tam əhatə etməyib. Yəni tutaq ki, əsas nitq hissələrinə aid sual var, amma köməkçiyə yoxdur. Bu deməkdir ki, uyğun deyil, yəni uyğunluq pozulub. Məsələn, 3 hissəsində var, 1 hissəsində yoxdur qara nöqtə. Yenə də uyğun deyil. Yəni, tədris materialının tam əhatə etməyib. Amma bəs görək, etibarlılıq necə pozula bilər? Yəni, etibarlılıq da odur ki, toplaşmalıdır, yəni bir yerə. Yəni, istədiyim adamdan istədiyim nəticəni alıramsa, istədiyim qiymətləndirmə nəticəsi varsa, yəni topalaşmalıdır bu bura. Top kimi bir yerdədir. Təsəvvür edin ki, həm dağınıqdır, həm 2 yerdə var, 2 yerdə yoxdur o dairələr. Həm də 4 hissənin ikisində var, ikisində yoxdur. Demə, bu nə etibarlı deyil, ya da uyğun deyil. Ya topa bir yerdə deyil, ya istədiyim şagirdən istədiyimi almamışam, ya da ki, yəni uyğun deyil. Yəni, çünki 2 yerdə var, ikisində yoxdur. Yəni, təsəvvür edin ki, indi qara nöqtələr bu 4 hissənin 4-ündə də var. 4 yerə bölmüşəm, 4-ündə də var. Deməli, uyğundur. Tədris materialını tam əhatə eləyir. Keçirilən mövzular da var burada, 4-ündə də var. Bu uyğundur. Amma toplaşmayıb bir yerə. Deməli, etibarlı deyil. İndi də ki, gəlin baxaq, bəs toplaşsın bir yerə, amma 4 hissənin birində toplaşsın da, təsəvvür eləyin. 4 yerə bölürük və qara nöqtələr toplaşır bir yerə, amma bir hissədə var, üçündə yoxdur. Bu da o deməkdir ki, etibarlıdır, uyğun deyil. Yəni, toplaşmaqları etibarlı olmasıydı, amma hər yerdə olması uyğun olmasıydı. Amma gəlin baxaq, əgər 4 hissənin 4-ündə də varsa, həm toplaşıbsa bir yerə mərkəzə, bu deməkdir ki, həm uyğundur, həm etibarlıdır. Deməli, qiymətləndirmənin uyğunluq prinsipi onun tədris materialının tam əhatə etməsidir. Keçirilən mövzuların olmasıdır. Etibarlı olması, yəni uyğun nəticələrin olmasıdır. Yəni, gözlədiyim nəticənin olmasıdır, dəfələrlə keçirilməsindən alınan nəticənin olmasıdır, bir-birinə yaxın olmasıdır, bir-birinə, deyək ki, çox fərqlənməməsidir bir-birindən. Ona görə də, deməli, əgər qara nöqtələr 3 hissədədirsə, dinləyin, yenə uyğun deyil, 4 hissədə də olmalıdır.
deməli, toplaşmaqları, o nöqtələrin onun etibarlı olmasıdır. Bütün 4 hissənin 4-ündə də olması o diaqramın bu deməkdir, uyğundur. Yəni o zaman uyğun olacaq ki, həm 4 hissənin 4-ündə də olacaq, həm də top bir yerdə olacaq. Yəni bu qiymətləndirmənin həm uyğun olması, həm də etibarlı olması deməkdir. Deməli, burada baxanda bilmirəm tam olaraq anlaşıqlı oldu, olmadı sizə. Yəni materialdan da belə izləyə bilərsiniz bunu.